Hörmətli qonaqlar, dəyərli həmkarlar, hər birinizə Azqanata şirkətinin 5 illik yubileyi tədbirində salamlayır və sizləri burada görməkdən məmnunluq duyuruq. Şirkətimiz 29 oktyabr 2011-ci ildən fəaliyyətə başlamışdır. Bu 5 il ərzində yüksək keyfiyyətli, müxtəlif çeşitli məhsullarımızla yerli bazarı sevdirmiş və il-ildən bazar payımızı artırmışıq. Biz həm Ağsu rayonunun, həm də qonşu rayonların sosial-iqtisadi inkişafında da fəal rolu var və üzümüzə gələn yeni layihələrdə yeni iş yerlərinin açılmasını da nəzərdə tutmuşuq. Şirkətimizin fəaliyyəti üçün zəruri olan meyvə, tərəvəz məhsullarını yerli sakinlərdən tədarik edirik. Hörmətli zavodumuzun işçiləri, hörmətli Ağsullar, hörmətli qonaqlar, hamınızı salamlayıram. 5 il bundan öncə ölkəmizin prezidenti çox hörmətli İlham Əliyev cənablarının iştirakı ilə, xeyir duası ilə bizim bu zavod açıldı. Yəqin ki, burada olan insanlardan bir xeyrisi orada açılışda iştirak elədi. Və onun sözləri ilə desək, bizim bu zavod bugün Cənubi Qafqazda ən böyük zavodlardan biridir. Və mənim yaxşı yadımdadır ki, cənab prezidentimiz dedi ki, bəli, biz indiyə qədər ölkədə neftimizlə tanınırdıqca dünya miqyasında. Bundan sonra biz bu qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə tanınmalıyıq. Və bu zavod da onun bariz bir nümunəsi olmalıdır. Bəli, ondan sonra zavodumuz sürətlə inkişaf elədi və müəyyən bu işi bilən mütəxəssislər dəvət olundu. Bugün bizim zavodun adı, sanı, şöhrəti dünyaya yayılmışdır. Bugün təkcə zavodun rayon ərazisində olan bağlarında və zavodda 600'e yaxın insan işləyir. Bizim rayonumuzda yəni həm iş təmini baxımından, həm insanların rifahı baxımından çox böyük yardımcı olur. Bundan başqa, deyək ki, mən indi Bakıdan gələndə bir nəzər saldım. Bir Ağsu şəhərin içərisində sanki bir şəhər kimi göründü bu zavod. O bilirik ki, Mədinə sözü də şəhər deməkdir, mədəniyyət sözü şəhərdən yarar. Yəni bizim Ağsumuza da özümüz istehsalı ilə bağlı, məhsulu ilə, çörəyi ilə bağlı böyük bir mədəniyyət gətirib, bir mədəni bir obrazını zənginləşdirib. Bu günkü gün ən böyük gözəlliyimlə onda hiss edirəm ki, illərlə, aylarla görmədiyimiz Ağsullar kimi buradadır. Mən zavod rəhbərliyinə bu iş təşkil etdiyi üçün çox təşəkkür edirəm, çox minnətdarlığımı bildirirəm. Sizə də yolunuz fəaliyyətinizdə uğurlar olsun. Sağ olun. Son zamanlar iki hadisəni qısaca deyim. Qonaqlar var idi bizdən İtaliyadan. Onlar deməli bunlara yaxınlaşdı, yemək veriləndə nəyi təklif edirlər? Rus arağından çox birinci Ağsu arağı dedilər. Düzü mən içən deyiləm, amma mənim çox xoş oldu ki, yəni hətta xaricdən gələnlər belə onu tələb elədilər. Və ikinci də bizim başqa bir diplomat qonaqlarımız olanda bizim iki alim gedib balaca Ağsu buraxdığı Beli Volk arağını gətirdilər. Və çox maraqlıdır, bunlar soruşdu ki, nədən bunun adını Beli Volk? Haqqı siz seyri Volk, boz canavarsınız. Mən də daha bir söz tapmadım, dedim, valla ağ canavar araq içəndə boz canavar çevirir, amma boz içəndə qarıya çevirir, biz qara canavar olmaq istəmirik. Müəssisənin bir rəqabətə davamlı olması, məhz onların bir el istehsalat birliyi şəklində formalaşmasına izah gəlir. Yelkənli qayıqları dənizdən çıxardılar. Çünki onlar külək olsa da, olmasa da üzə bilirlər, hərəkət edirlər. Bütün rayonlar əziz olduğu kimi, Ağsu rayonu da əzizdir. Ona görə ki, mənim bir əmim var idi, istəyərdim ki, Ağsu cəmaatı eşitsin. 60-cı, 70-ci illərdə Ağsu rayonunda həkim o işləyirdi, cərrah olurdu, Nəbiyə. Ərzdə yaxşı iz qoymuş həkim olurdu. Mənim deməkdə əsas məqsədim ondan ibarətdir ki, biz həqiqətən cənab prezidentimizə borcluyuq ki, Azərbaycanda belə analoqu olmayan belə bir
qida sənayesi üzrə müəssisə yaratmışdır. Sözsüz ki, onun dəstəyi sahəsində bu müəssisə hal-hazırda da inkişaf edir. Azqaran kollektiv tərəfindən sizləri salamlayırıq və çox sevinirik ki, bizim bu 5 illik uğurumuzu qeyd edirik və sizlərlə birlikdəsiniz. Bizim sevincimiz daha da artır, daha da çox sevinirik. İnşallah növbəti 5 ildə çalışacaq ki, daha böyük uğurlar, daha böyük nailiyyətlər olsun. Daha çox təşkilatçılığa yol vermək istəmirəm. Bizdən öncə rəhbərlərimiz, ağsaqqallarımız, müəllimlərimiz deyiləcək bütün xoş sözləri söylədilər. Biz də zavod haqqında qiyabı məlumat verməkdənsə tərcih edirik ki, az sonra zavodu birlikdə gezəcəyik. Bizim içəridə avadanlıqlarımızla, bizim qurğularımızla, bizim texnologiyamızla yaxından tanış olacaq. Bir nüansa çatdırmaq istəyirəm ki, burada bizim bir uğurumuz varsa, bu uğurumuzun əsas səbəbkarları hal-hazırda zavodumuzun içərisində iş görən bizim kollektivimizdir. O kollektivə də hər kəsin huzurunda dərindən təşəkkür edirik. Çünki filmin qəhrəmanları onlardır. Bizim rolumuz nə qədərsə onların rolu bizdən bir qat-qat çoxdur. Sizi salamlayırıq və təşəkkür edirik. Bir dəstə şərabçılarla, yəni zavodu ziyarət edəyən. Evdə də görürsünüz ki, rəhmət düşməsində rəngi qaralır. Qaralması ondan götürülür ki, orada 150-200 dərəcəyə qədər temperatur olur. Ancaq burada vakum altında getdiyi üçün orada onun pişmə temperaturu 45-55. O da bizim müəssisənin digər bütün müəssisələrdən üstün cəhətinin, ən əsas üstün cəhətindən biri odur. Ona görə də konsentratlarımız bütün dünya tərəfindən sevilir və hər tərəfdən alınır. Ona görə buyurun. Təkcə bir konsentrat sexinin, bu konsentrat sexinin 1 milyon euroya yaxın qiyməti. Yəni, yəqin kam eşdir. Bax, Alman konsentrat sexi, yəni ki, vakum konsentrat aparatı budur. Təkcə aparatın 1 milyona yaxın qiyməti var. 1 milyon euro qiymətinə dəyərinə malikdir. Bir saat ərzində 5 ton şirədən konsentrat hazırlayır. Konsentrat hazırlanır, bu çənə yığılır. Yığılandan sonra burada yenidən pasteriz olunur, burada boçkalara qablaşdırılır. Yəni, bizdə aseptik çənlərdir. Aseptik çənlərin içərisində dolur, ağzı bağlanır. Bir vaxtlar İrandan biz yadınıza gələrsə, yəqin ki, şərabçılar bilirlər, boçkaların içində olurdu, gah qıcqırırdı, gah nəsə olurdu. İndi isə hamısı aseptik çənlərlədir. İndi biz hərəkət edəndə görəcəyik. Yəni, bu filtr nədir? Keramik bir filtrdir, təzyiq altında bulanlıq şirə verilir. Qatı bir məhlul alınandan sonra qatı məhlul da namurnoy filtr deyirlər. Namurnoy filtrdən keçir, təmizlənir. Ona görə də çox filtr işlətmədən, keramikadan yenə bir su daşında keçmişlə ki, təzyiq altında su daşına vurulur və o isə durusu keçir. Onun adı da membran filo deyilimdə, yazsız internetdə çıxartır. Hamısı avtomatikdir. İnsan əli dəymir. Koçka qoyuldu oraya, qalanın özü götürür, özü temperaturu qaldırır, özü düzəldir, özü vurur. Səni yuyub qutarandan sonra da deyir, yudum qutardın, buyurun işlər. Yəni artıq insan əməyi yoxdur. İfracın əsasın bir dənə bu sex. Nədir burada? Azərbaycanda da belə bir sex cəmsi 2 dənədir. Biri az nardadır, biri az qranatdır. Yəni biri Göyçaydadır, biri bizdə. İkisini də bu kişi qurub. Buranın yiyəsi bu zaman olur. Hoş gəldin. Deməli, nədən gedir söhbət? Konservant vurulmadan soklar burada il uzunu saxlanılır. İl uzunu burada saxlanandan sonra əgər satışa verilirsə, qablaşdırılmaya verilirsə, açıldı mı bütün hamısı işlənməlidir. Yarımçıq saxlamaq olmaz. Deməli, bir çən gedirsə, bütöv çənin hamısı getməlidir. Ona görə də bu aseptik çənlər, yəni sizin gördüyünüz o biosoklar deyirsiniz. Sonra hansı ki bu soklar var, heç bir konservansız, yəni onlar bu setdə hazırlanır. Burada görürsünüz təzyiq var. Operator hər gün bunu yoxlayır ki, görək bu qalxır, qalxır. Əgər qalxırsa, içərisində qızqırma gedir. Proses fermentasiya gedir, ona görə təzyiq alır. Operatorun məqsədi hər gün bunu səhər-səhər, bir də axşam yazmaq.
Burada hamısı hazırlanıb, hazır olandan sonra verilir aşağıya birinci mərtəbədə gördüyünüz süzülmə xəttlərinə. Yəni axın xəttlərinə gedən şirələr hamısı bax bu liniyadan gedir. Belə qərara gəldik ki, yeni bir şərab zavodu tikəyin ki, bizim həm padvalımız olsun, hər şeyimiz olsun ki, çünki müasir dövrdə beynəlxalq rəqabətə qalib gəlmək üçün yeni bir məhsullar istehsal etmək lazımdır. Yeni bir məhsulla çıxmaq üçün, yüksək keyfiyyətlə çıxmaq üçün yeni avadanlıqlar, yeni məhsulları saxlamaq üçün yerlər. Ona görə də biz yeni bir şərab zavodunu tikməyin qərarına gəldik. Burada gördüyünüz kimi, adicə bir dənə burada misal gətirim, elmi tədqiqat işləri burada aparılır, məsələn uşaqların. Görürsünüz ki, müxtəlif balıqlar, birinin üstünə yazılır ki, filan yerin balıqdır. Birinə yazılır filan yer, birinə yazılır filan, görürsünüz. Biz hər dörd tərəfdən, ayrı-ayrı firmalardan hərəsindən az miqdarda boçka aldıq. Və bunların içərisinə həm ağ şərab tökürük, həm qırmızı şərab. Axırda bir ildən sonra biz müəyyən edəcəyik ki, hansı boçkanı daha çox alaq, ondan sonra həmin boçkanın alınmasına qərar verəcək. Az enerji verməklə daha qısa bir müddətdə istənilən temperatur rejimini almaq üçün ona görə artıq rubaşkaların forması dəyişilməlidir. Bunlar keçmişdən qalandır. Yəni, indi də zavod nümayəndələri də var. Yəni, gələcəkdə bu cür sifarişlər vermir. Bu ziyanımızadır. Yəni, bunun soyutma qabiliyyəti azdır. Deməli, bir çəndən əgər, hansısa bir çəndən 10 tonluq çən tutulur, 5 tonu işlədirsin. 5 ton qalandan sonra oksidləşir, onu saxlamaq olur. Onun qarşısını almaqdan ötürü İtalyanlar fikirləşir, velosiped təkəri qoyurlar qırağına, rezin kamer. Kamer qoyandan sonra kameri boşaldanda krişka düşür aşağıya. Ondan sonra özünün nasosu var. Nasosla kaçatlayırsan təkər dolur. Təkər dolandan sonra dahi hava keçmir qalır. Hər zavodun nümayəndələri varsa, bu nasosdan gözəl nasos hər kim hiç görmədik. Neçə dənə nasoslar işlətdiyi en yaxşı nasos budur. İstəsən 1 saatdə 1 ton vurur, istəsən 20 ton vurur. İstəsən hansı istiqamətə vurur. Pult upravleniyandadır. Artıq ikinci adama ehtiyac yoxdur. Sənə çıxdığın baxırsan, dolur düyməni basırsan, sürəti azaltırsan, dayandırırsan. Artıq getdisə, geri basırsan, geri dayır. Yəni hamısının özü səssizlə işləyir, çox gözəl bir nasosdur. O üzən qapaqlar dediyimiz budur. Nasos da var, görürsünüz, budur. Burada nasosdur. Bu nasos vasitəsilə kaçat olunur, dolur. 12-15 gün saxlayır. Yox, şərabdan gedirsə artıq yenə də belədir. 5-7 gün ərzində də yenə həmin çıxıb termos. Elə bir ki, termosun içərisində şərabı -5-də vurursansa, -5-də qalır. Ümumiyyətlə, şərabı soyuducuya qoyanda onun tündlüyünü ölçürsən. Tündlüyü 12 isə bölürsən 2-yə 6, 6-dan 1.5 çıxırsan, o temperaturda qalmalıdır. Nasıl sözü sayğasını verdiklər, özü hesab edir ki, dəqiqliyi ilə. Yəni orada 0.5 litrdir, bilməm 1 litrdən fərqi var, hər tonda belə bir şeydə. O ilə dəqiq sənə deyir ki, nə qədər məhsul gedir. Burada nədən çəkirsiniz? Üzümdən. Hansı palıqdır? Hardan palıqdır? Qəbələdən gəlir palıq. Zaqataradan gəldi palıq. Palıq da Qəzənlikdə var. Onun nə palıqdır? Mən də xeyli tanışlığım var. O mənə dedi ki, palığın ilindən asıl verilməsində asılıdır palığın sortundan. Kanyakın. O vüqar mənim sazı. Burada gördüyünüz bütün məhsullar Azqranatanın məhsullarıdır. 130 adda təkcə alkoqollu içkimiz var. Yəni 130 adda alkoqollu içki artıq nəsə deyil. Qısa bir müddət ərzində və bu da bizim firma mağazalarımızın açılmağına səbəb oldu. Son vaxtlar 22 firma mağazasının açılması bizim müəssisənin Azərbaycanda öz sözünü deməyinə səbəb oldu. Yəni təkcə biz firma mağazalarımızla hansısa bir satış obyektinin elədiyi qədər alver eləyə bilirik. İl ərzində bizim demək olar ki, 1000-ə yaxın qonaqlarımız olur. Yəqin ki, burada olanların çoxusu qonağımız olur. Yəni bütün institutlar, universitetlər, ictimai təşkilatlar bizim hesabımıza gəlirlər. Bütün zavodu sizi kimi gəzirlər. Günortada qonağımız olurlar. Günortadan sonra da onları xoş sədalarla yola salır. Yəni bu bizim borcumuzdur və Azərbaycanda şərab turizmini inkişaf üçün ən gözəl nüanslardan. Demək olar ki, bütün turist şirkətlərinə müraciətimiz də var ki, sizin bizə heç nəyiz lazımdır. Çünki başqa ölkələrdə bilirsiniz ki, bir turistin gəlib şərab zavodunda şərabların dadına baxıb getməsi $50. Biz bunu hələlik pulsuz eləmişik. Niyə görə? Xalqımızda şərab mədəniyyətini inkişaf etdirməyə görə.
bu mədəniyyəti inkişaf etdirmək üçün biz müəssisəmiz özün Azərbaycanda şərabçı kimi hesab edir ki, bizim borcumuzdur xalqımızı yetişdirmək, şərab mədəniyyəti ilə tanışırıq. Biz öz qarşımızda bunu bir borc qoymuşuq. Və bu borcumuzu da layiqli yerinə yetirməyə çalışırıq, bundan sonra da çalışacağıq. Gedən yavaş-yavaş. Məqsəd nədədir qardaşlar? Görürsünüz ki, var. Mən istəyirəm söyleyeyim ki, IC 316 tonansıdır. Bunun içərisində kürokkalarda konyak qoyulur, uzun müddətə saxlanılır. Bunların içərisində, kürokkaların içərisində bu cürünə saxlanılır. Yəni, konyak saxlamaq üçün yer var. Görürsünüz, aranı bağlamışıq. Niyə bağladıq bu aranı? Şüşə ilə bağlamışıq ki, o tərəfin nəmliyi bu tərəfə keçməsin. Çünki bu qapıdan o tərəfə hamısı boçka olacaq. Boçkalarda bilirsən ki, uçur da, o deyirlər ki, angellər, mələklərin payı uçur göyədə temperaturdan. O mələklərin payına xəsisi edirik, vermək istəmirik onlara. Ona görə ora nəmləndirici qurğu qoyacaq, otağı nəmləndirəcək. Otağı nəmləndirəndə artıq orada nəmişliyi çox olduğu üçün havadan o spirt bir şey uçmayacaq. Çox nəm demək olmaz. Normalar var. Niyə görə? Çox nəm eləyəndə artıq nəm boçkanın forasından girir içəri, konyakın tündlüyünü azalır. O da olmaz. Ona görə o hissələr var, normativlər var, belə qayda qanunlar. Burada gördüyünüz bu sistem var, burada pajarlı sistemdir. Görürsünüz, çox güclü, konyak spirti olduğu için çox güclü təhlükəsizlik var. Əgər bir abirə burada bir hadisə baş verərsə, 3 saat ərzində burası suyla dolmaq imkanına var. Yəni o qədər yüksək təsirdə su verir. Müəssisənin 2 dünya ehtiyatının, yəni burada yığmaq ehtimalı var, yəni yığmaq üçün şərait. Gördüyünüz bu polkalar da ki, burada görürsünüz, bu kolleksiya şərabları. Yəni Azərbaycanda kolleksiya şərabları demək olar ki, olmuyor. Markalı şərabımız demək olar, yox, ümumiyyət olmuyor məncə. Əgər səhv eləmirəmsə, şərabçılar deyərlər. Bizdə markalı şərablar olur, ancaq kolleksiya şərabı olmuyor. Bizim Rübai Kəhraba şərabımız heç də Fransız şərabından geri qalmır. Başqa şərablarımızı demirəm, 2 şərabımız. Rübai Kəhraba şərabı ilə bütün xarici şirkətlərlə degustasiyada mübahisə eləməyə razıyıq. Yəni, onların heç birindən geri qalmır. İçənlər də o barədədirlər. Niyə görə? Birincisi, heç bir zavod təzə boçka ala bilmir. Əgər boçkanın biri 2000-dirsə, burada elə təkcə biz 3 milyon boçka xərclədik. 4 ildən sonra da boçka içinə yaranır. Boçka, axırıncı aldığımız boçkalar Fransanın müxtəlif firmalarındandır. Dünyanın ən məşhur firması budur. Vegan muhabbət. Çünki burada məsələn muskat da var, deset muskatın hazırlanması var, gözəl spesifik qızıl güvətiri deyil. Sonra nə var orada? Ice wine'ımız var burada deyil. Yəni belə şərablar var. İstəyir ki, Azərbaycanda Ağsu rayonu samimilərin mərkəzi olsun. Gəlin bir Şirvan şikəstəsi ilə məclisimizi açıq elan edirəm.
mərasim işləyənləri bu günləri Azərbaycanın gözəl bir güşəsində Ağsuda bu gözəl şirkətin 5 illik bayramıdır. İlk öncə Respublikamızın Prezidenti İlham Əliyevə öz minnətlərimizi bildirir ki, gözəl bir müəssisəni bizim rayonumuzda təşkil yaratdılar. Nə qədər axıllı cavanlarımız burada işləyirlər. Bu işdə əməli olan hər bir kəsə mən öz bir axsılı kimi, bir sənətkar kimi minnətlərimi bildirirəm. Bir Şirvan şəxsəsi ilə sizi salamlamaq istəyirəm. sağlık olsun. Çok mübarek olsun. Bizim her birimizin
ad günü toylar, başka çatır ad günü olur. Bu ad günü. Bu ad günü mübarek olsun. Her evindeki balalarımızın, ailemizin ad günü. O da mübarek. Ad günlerini sağlığa bırak. Əziz dostlar, əziz Aksurlarımız, bugün hamımızın çox gözəl günlərdən biridir. Azgranata Zavodunun 5 illiyi. Bugün doğrudan da Aksumuz üçün əlamətlər günlərdən biridir. Bugünkü günü mən Azgranata Zavodunun 5 illiyi hesabatı da deyərdim. Aksurlar qarşısında, eləcə və dövlətimiz qarşısında. Təbrik edirəm. O gün olsun 10 illiklər, 20 illiklər, neçə yubileylər keçirsin. Yolun düşərsə Şirvana, dur gəl Aksuya, Aksuya. Mərd insana qoynunda yer, var gəl Aksuya, Aksuya. Yurdu gözəl, cəmaatı saf, boş-boşuna deməzlər laf. Görmək istəsən inkişaf, dur gəl Aksuya, Aksuya. Dolaylardan düşsə yolun, ye qaymağın, yağın, balın. Min naz nemətin xəyalın, dur gəl Aksuya, Aksuya. Bugün burada değerli sənətkarlar iştirak edir. Aksumuzun, eləcə də Şirvanımızın qaymaqları deyərdim mən. Hər birinizi salamlayıram. Və hamınızdan üzr istəyirəm məndən böylərdən. Məclis əhlini salamlayıram mən öz adımdan. Burada eləşən Aksu şəhərinin dəyərli musiqistləri adından hamısını salamlayıram. Həsən Ağa müəllimin adından, İslam müəllimin adından, Əziz Ağa müəllimdən, Xalid müəllimin adından salamlayıram. Kamil qardaşımı salamlayıram buradan, onun adından gözəl ansamblı salamlayıram. Və Vüqar müəllim, gözləriniz aydın olsun, uzun ömürlü olsun sizin kollektiviniz və bu günləri sizin Şirə və Şərab Zavodunun 5 illik bu günləri yaşın qeyd edirsiniz. Arz edək 10 illiyi, 20 illiyi, 50 illiyi, 100 illiyi inşallah qeyd edəsiniz. Biz də gözəl bir musiqi ifa edək, nuş olsun, yeni için.
dünya təkcə sənsin. Bizi bir yaradan əzəl. Sən mənə dəyərli, sən mənə özəl. Mənim gözlərimdən hamıdan gözəl, mələyənə bərabərsən, tərsən. Qurbaniyəm, sevdim, seçdim sən. Sən səninlə bu həyatdan məni, mən. Bu dünyanın bəxtələri şəhərinə deyirlər ki, sən də məndə şəhərinə. Çağır tutmazdı güzeller nerede ruhum var. Hatirimden keçinler canım var. Kaldırardım giderim. Sizin onurluysa, yükümlüyse, yüzünlüyse dostlarla. Meclisi başlayanda aradı sayılır. Bu ise onu keçir. Yani bunun kıymeti ondan da pahalı olur. Ona istifade edildiğimiz ameliyatlardan başka buna iş defa olarak biz
Çoğdar çörəyinin nastoykasını da vurdu. İçəndə yəqin ki, hamısı istəyərdiniz o çoğdarın zərif ətrini. Və çox sevindim ki, məclisdə bir stolları yazdım, hamı razılığını gördüm. Biz də buna şad olduq. Artıq bugün onun prezentasiyası olur, sabahdan bütün mağazalarda olacaq. Allah xeyri, bərəkətli eləsin. İndi icazə verir, mən dönədən özür istəyirəm. Bizim Aşıq Əhliman ağsaqqalımız, Aşıq Əhliman ailəsi ilə gəlib bura. Onlar biraz tez gedəcəklər. Mən xahiş elədim Aşıq Əhlimandan ki, bir avaz oxusun, sonra keçsinlər. Və oxumayıb keçsə bizə də pis olar. Çünki o bizim ağsaqqalımızdır, professorumuzdur. Şirvanımızın ən sevimlisi, professorumuz, hamımızın əzizimiz. Şəxsən mənim də əmim sayılır, özümü əmi bilirəm, çünki o bütün həmişə mənim başımdan onun diskini, onun diskinə qulaq asasa yedirəm. Buyursun bizim profesor. Salamlayıram Ağsulları, Ağsuya gələn qonaqları, zəhmətkeşdir insanları, bütün dünyaya yayılır azqıranat məhsulları, azqıranat məhsulları, eşq olsun, alqış olsun bu sözlərə, azqıranat məhsulları, müstəqillik var bu deyən sözdür, elədir, müstəqillik, ordumuz var, cəbhəmiz, ordumuz var, biz xoşbəxt insanlarıq, belə azad yurdumuz var. Rəhmətli Səməd Vurğunun Zəncinin arzuları poeması buradakı yaşlı nəsil hamısı oxuyurlar. Hamısı. Rəhmətli Səməd Vurğun Varşava şəhərinə 48-ci ildə simfoziya gediblər. SSR Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyev. Deməli, o tərkibdə Şoloxov, Simonov və eyni zamanda Türkmenistanda Dursunbekov adında da bir şair. Deməli, Zəncinin şəhərə gəlməyinə qadağa qoymuşdular. Ki, böyük şəhərlərə o zəncilər gələ bilməz. Ancaq bir rəssam, həm də şair bir zənci gəlmişdir. Səməd Vurğun oradan bir kəlmə söz deyir. Yəni o zəncinin dilindən deyirəm. Səməd Vurğunun yazdığı sözü. Deyir ki, bir səyahət vaxtlarında mən az qalsam, susuz qalsam, bir aşxana qapısını gedənlərdən xəbər alsam, sən qarasan sözlərini oxuyuram nəzərlərdə. Ömrüm boyu deyin görüm, necə dözüm mən bu dərdə? Fəqət mənim bu torpaqda yaşamana haqqım varmı? Vətənsizcə insan olan insan kimi yaşayar mı? Eşq olsun Azərbaycanımıza, eşq olsun azad məmləkətimizə, azad respublikamıza. Mən bir də təbrik edirəm bu günü, mən bir də təbrik edirəm bütün Ağsuluları və bütün Ağsuya gələn qonaqların hamısı. Ağsu cəmaatı gözəl insandır. Ümumiyyətlə Azərbaycan hamısı gözəl məmləkət, gözəl yer, gözəl insanlar. Ana yurdun hər daşına bələdəm, bulaq var mı bulağına bənzəyə? İnanmıram yad ocağı yüz olsa bir anamın quzağına bənzəyə. Azərbaycanın hər tərəfi ana quzağıdır. Eşq olsun Azərbaycana, eşq olsun Azərbaycanlılara, dünyanın hər tərəfində yaşayan Azərbaycanlılara eşq olsun. Sağlam can arzulayıram, musiqiçi dostlarıma. Ama seyir, cəddin bizə dayak olsun. Şimdi Şirvan'da sənətkar azı, sənətkar oynağı Şirvan değil ya varır. Şimdi Şirvan'da sənətkar azı, sənətkar oynağı Şirvan değil mi? Seyyazının xəqanının sabiri
Yanıma düşürmez çiçeği, yıldızdır her çiçeği. Her çiçeği, yıldızdır her çiçeği. Her çiçeği, yıldızdır her çiçeği.
konsentratdan da düzəldiyi üçün o həmin keyfiyyətdə deyil. Stolunuzun üstündə var, açıb baxa bilərsiniz, fikirlərinizi söyləyə bilərsiniz. İndi isə öz həmyerinimizə, qardaşımıza söz vermək istəyirəm, şairimizə. Bir kəlmə də bizim qardaşımız desin, ondan sonra davam edin. Bizim doğma Ağsu haqqında çox yazılır. Rəhmətli Xəlil Rıza, Sabir Sarvan, Raqif Nazimoğlu və onlarca mətləb müəllim, Marif Şikar, Tahir Xası, mənim də bir şeirim var. Əvvəlcə onu deyim ki, 48 il tamamlanır mənim mətbuatda olduğum. Mətbuat tariximizin, Ağsu mətbuatının böyük canlı heykəli Canalı Mirzəliyev, böyük kişi Pənahov, Abbas Qaçayev, onlar bizim xatirimizdədir. Biz onların kürsüsündə, məktəbindən oxuyub dərs almışıq. Əzizlərim, 2000-ci il idi, hörmətli Əflatun müəllim buna başçı gəlmişdi. Mən onu çoxdan tanıyırdım Lənkəranda. Görüşəndə dedim, Əflatun müəllim, səndən bir xahişim var, dedi, nədir? Dedim, mən Ağsulu deyəndə utanıram. Dedi, niyə? Sən Ağsulusan, bilmirdim. Dedim, bəli. Dedim, bizim bircə küçəmiz var. O da palçıqla dolu olur həmişə. Qışı palçıq, yayı toz. Elə ki, əzizimiz, Seydimiz və dostumuz Ənvər Seydəliyev rayona ölkə başçısının sərəncamı ilə, prezidentin sərəncamı ilə başçı gəldi. Ağsu yeni həyat səhvərini oluşdu. Bugün Ağsu doğrudan da gözəldir. İcazə verin, mən Ağsu haqqında yazdığım şiiri və bir də Ağsuna 5 yaşın mübarək iller ötsün, 100 yaşını biz görək. Buranın gəldi, görək. Burada kimlərdə? Biz o gün olsun ki 100 yaşını bildiler. Onun sorağı dünyaya yaydı. Şirale bir pak. Onu yaradanlara, onun emektaşlarına, onun zəhmətçilərine unutma dilerim. Sağ olun. Güzel, güvenli, sen yoksan hele bir söylesem yok mu? Eşk pervanesi
Şotlandiya risk istehsalı ilə Qarğıdaldan da Amerika. Biz belə qərara gəldik ki, bizə nə olur, biz yəni riski bıraxmayalım Azərbaycanda, hamısı ithal olunsun. Biz Azərbaycanda təkcə viskini bıraxmadıq. Viskini bıraxmaqla viskidə də yeniyə bir imza atdıq. Nədir bizim yeniliyimiz? Bizim viskimiz Şotlandiya texnologiyası əsasında ona bənzər hazırlanır. Ancaq Şotlandiyadan fərqlənməyində əsas səbəb ondan ibarətdir ki, arpaya verilən his Şotlandiyadır, korkun hissidir. Azərbaycanda isə bizi tərəfdən verilən his isə işlənmiş, konyak altında qalan palık boçkalarının apilkalarının hissidir. Bu bir yeni bir ətir gətirdi, yeni bir aromat gətirdi. Və bununla bizim hazırladığımız viski hal-hazırda bütün xalqımızın sevimli içkisinə çevrilir və hal-hazırda da çox istifadə edilir. Yenə də söyləmək istəyirəm, biraz pis çıxır özünü tərifləmək kimi çıxır, bizim müəssisəni tərifləmək kimi. Ancaq faktorunda qalır. 5 yaşın ərzində Azərbaycana gətirdiyin yeniliklər elmi tədqiqat institutundan çoxdursa, hansısa bir universitetdən çoxdursa, həqiqətən də o müəssisə ilə fəxr eləmək olar, qürrələnmək olar. Bizə bu imkanları verən, bizə bu yenilikləri aparmağa verən iki professorumuz sizin qapınızda çıxış elədi. Allah onlardan razı olsun. Bizə verdikləri təhsilə görə onların qarşısında bir də baş əyir. Ondan sonra bizim Ağsudan gözəl şairlərimiz var. Mən istəyirəm, Mətrəm müəllim buradadırmı? Gəlib sizinlə orada bir sürü çay içinə gəlində belə gəncə səninlə bir yerdə tutulur. İkimiz Çok sağ olun, her vaxtınız xeyir olsun. Çok güzel gündü. Az Granatanın 5 illik yubileydi. Bu az müddət ərzində böyük nailiyyətlərə nail olurlar. Mən təbrik edirəm bütün əməkdaşların və can sağlığı arasında. Az müddətdə nəinki Azərbaycanımızda, dünyanın müxtəlif ölkələrində onların istehsal elədiyi məhsullar necə deyirlər, öz dəyərli qiymətini alırlar. Bütün əməkdaşları təbrik edirəm, çox sağ olun deyirəm. Havalandı arzu, dilək, tar çaman bir saz götürək, gedək Ağsuya, Ağsuya. Arzular çox, ömür yarı, yad edək əziz dostları, gəzə-gəzə dolayları, gedək Ağsuya, Ağsuya. Gür çiçəkdən dərə-dərə, qoy sevinsin hər dağ, dərə, salam verək səmənlərə, gedək Ağsuya, Ağsuya. Babəkimiz, Beyrəkimiz, Nəsimimiz, Cavidimiz, Rasim Balayev dahimiz, gedək Ağsuya, Ağsuya. Eşidən Şakirin səsin, sağallar illər xəstəsin, dillə şirvan şikəstəsin, gedək Ağsuya, Ağsuya. Hər an düz deyil, düz desin, basıb ürəyə köz desin, Sərvər Şahbəyli söz desin, gedək Ağsuya, Ağsuya. Həsən ağanın xoş avazı, gül bülbülə edər nazı, gözlədir hər qışı, yazı, gedək Ağsuya, Ağsuya. Dilləndirək kamantarı, göyə qalsın ahuzarı, yad eyləyək bəxtiyarı, gedək Ağsuya, Ağsuya. Tanrı nur saçıb yoluna, haq gəzən Allah quluna, baş çəkək Məmməd oğluna, gedək Ağsuya, Ağsuya, gedək Ağsuya, Ağsuya. Əzzağa müəllim, buyurun. Dəyərli sənətkarımız buyursun. Öz yanımda bu dünyadan sonra gedeyim. Kimi sevməsən öz yanımda bu dünyadan
Əsadırov, şairlərin sahibi, Raqib Nazimoğlu, qardaş gəl gözümüzdə yerim o. Raqib müəllim. Qranatlı 5 yaşını təbrik edirəm. Səslədim, çağırdım, cavab vermədi. Uzaqdan boylandı, yaxın gəlmədi. Kör oldu gözləri görə bilmədi. Mən boyda dünyanı, bu boyda dünya. Əkdiyi gülləri bitirə bilmir. Aldığı borcunu gətirə bilmir. Nə qədər güc edir, götürə bilmir. Mən boyda dünyanı, bu boyda dünya. Şamım söndü, o yandıra bilmədi. Bəxtim yatdı, oyandıra bilmədi. Allah gördün, dolandıra bilmədi. Mən boyda dünyanı, bu boyda dünya. Uydu var dövlətə, şöhrətə, şana. Nə gördü, zəli tək susadı qana. Üzə gülə-gülə saldı böhtana. Mən boyda dünyanı, bu boyda dünya. Ulu tanrımıza məhəl qoymadı. Bircə tikəsini acaq qıymadı. Üz-üzə dayandıq, gördü, saymadı. Mən boyda dünyanı, bu boyda dünya. Haqqı, ədaləti döndərib daşa. Pulu şah eləyib çıxardı başa. İblislə, şeytanla qoydu baş-başa. Mən boyda dünyanı, bu boyda dünya. Nə düşmən tanıdı, nə dostu saydı. Pisə arxa durdu, yaxşıya qıydı. Sonda Əzrail'la üz-üzə qoydu. Mən boyda dünyanı, bu boyda dünya. Mən alov püskürən odlu bir ocaq. O isə soyundan buzlaşan ucaq. Öldürüb sonra da peşman olacaq. Mən boyda dünyanı, bu boyda dünya. Mən boyda dünyanı, bu boyda dünya. Çox sağ olun. Aşıq məharəti, sinəsi, səsi, lər-cəvahirətlə dolu bir saraydır. Qonaq olun ey Allah'ı sevənlər. Qonaq olun ey Allah'ı sevənlər. İndi isə Şirvanımızın, mən ona həmişə deyirəm, yaxın gələcəyi ustad sənətkarlarının biri olacaq inşallah. Aşıq məharətə söz verirəm. Buyur Aşıq məharət. Allah istəməz, Qübar müəllim. Milyon görsün əvəz olmaz, elə salam olar salam haqqı. Salam əziz kəlmədir, salam təmiz kəlmədir, salam insan dilinə, Allahdan, Peyğəmbərdən gəlmədir. Salam olsun sizlərə, təbəssümlü üzlərə, maşallah. Bugün həqiqətən də fəxarət ediləsi bir gündür. Mən çox sevindim ki, bizim Şirvanın qədim yurdu olan Azərbaycan incə sənətinə, aşırı sənətinə, poeziyasına gözəl klassiklər, töhfələr vermiş bir məkanda yox. O yurdaki maşallah bugün öz şirkəti ilə Azərbaycanın dünya ölkələri arasında şöhrət qazanıb. Maşallah neçə sertifikatı, diplomu var olsun belə günlərə. Billah ki biz Şirvan torpağındayıq. İnşallah Şirvanın şairlərindən, aşıqlarından oxumalıyıq inşallah. Gözəl sənətkarlarını salamlayıram dostlarımızı. Hər biri qəlbində xüsusi yeri vardır ayrı-ayrılıqda. Allah aşıq əhlimanın da canını sağ eləsin. Bugünkü günümüzdə aşıqlı sənətdir. Mən canımı tarif edirəm. Təşkil verdim. Qabaqıyla deşir. İstəyirəm şans götürüb söz qoşam. Səsimdə göylərə ucalaşır var. İlklərin sayəsində yetişdim gözəl günə, gözəl iqbala Şirvan. Xəqani nəsilmi səndə boyatdı. Seyd Əzim Sabir yazdı, yarattı. Hər biri sənətdə bir kainatdır. Şeirdən qurulsam bir qana Şirvan. Yarattı.
Ardınca güzel sözler durmadan. Hayatımız oldu güzel, firavan. Aşın bara, tarifinde her zaman saz koşun, söz koşun, saç çalışırvan, eşk olsun. Bir özümüzün yakışı bir alkışlayalım inşallah. Maşallah. Seyre dalım yine şirvan elleri, seyre dalım yine şirvan
insanlar kimdir, onları biz ürəyimizdə bilirik. Beş illik yubileyimiz günü bizi təbrik etməyə Azərbaycanın bütün şərab zavodlarının mütəxəssisləri və rəhbərləri, o cümlədən hətta Naxçıvan şərab zavodu nümayəndələri də olmuşdu. Onların hamısına öz minnətdarlığımızı bildiririk ki, çox sağ olsunlar ki, bizim bu 5 illik yubileyimizdə, bu şad günümüzdə onlar da bizimlə iştirak elədilər. Nəinki bizim təkcə şərab zavodlarının nümayəndələri, bununla yanaşı Azərbaycan İqtisad Universitetinin Qida Mühəndisliyi Kafedrası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Aqrar Universitetinin professor heyətləri, hamısı ümumiyyətlə şərabçılıqla bağlı olan, Azərbaycanda şərabçılığın inkişafına öz töhfəsini vermək istəyən, həm elmi işləri ilə, həm fiziki işləri ilə bütün insanlar bugün bizim qonağımız oldu. Onların hamısına yenə də minnətdarlığımı bildirirəm. O gün olsun ki, bu ənənə bizim 5 illiyimiz kimi digər daha qocaman zavodların da yubileyləri keçirilsin. Biz də o yubileylərdə iştirak eləyək, sevinclə iştirak eləyək və bu da Azərbaycanda mənim fikrimcə şərabçılığın inkişafı üçün, respublikamızda şərabçılıq respublikasının olması üçün bir töhfə oldu. Çox sağ olun, əziz dostlar, hamınıza minnətdarım.